Salam, hər vaxtınız xeyir, mən Toğrul Əlçov, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Siz əgər iş axtarırsınızsa, sizin iş axtarışınızda dəstək verə bilərəm. Bugün 25 aprel 2025 tarixidir və mən sizə bir neçə iş elanından da bəhs etmək istəyirəm. Qısa olaraq ümumi məlumat vermək istəyirəm sizə. Və qeyd edelim ki, gözəl işlər var. Hətta gecə növbəsinə, hətta 2 saatlıq bankda belə iş var. Bəli, ciddi bir şey tələb eləmir. Ondan sonra reception, office manager tipli iş axtarırsınızsa, elə bir iş də var. Yəni sadəcə heç nə dil biliyi tələb eləyir, nə təcrübə tələb eləyir. Bundan başqa Kəlbəcərdə iş var, misal üçün. Sürücülüyə aid iş var. Sürücülüyə aiddir ümumiyyətlə o. Həmçinin Kəlbəcərdə başqa sahədə aid bir iş olmalıdır. Ümumiyyətlə sürücüyə aid bir neçə iş var. Elektrokar sürücüsü işi var. Ondan sonra bundan əlavə bobcat sürücüsü işi var. Fəhlə işlər var. Fəhlədən kontafonda olanı da var, Qubada. Fəhlədən səhv xatırlamıramsa 800-900 manat civarında olan variantı da var. Aşbaz, çörəkçi, salatçı, bufetçi, qutabçı işlər də var. Xadimə işlər var yoldaşlar, bir neçə yerdə. Qabyan işlər də var, hətta səhv xatırlamıramsa 700 manat civarında olan variantı da var. Qablaşdırıcı işlər də var. Qablaşdırıcı işi də 700 manatlıq variantı var. Və bir də iki dənə də yerdə mühafizəçi işi var. Biri belə deyim də qapıcı işidir, bir daha dəqiq desək. O qapıcı işi əmək haqqısını qeyd eləməyibdir, amma böyük ehtimal orada yüksək pul olacaq. Digər belə deyim də mühafizəçi işlərinə nisbətən. Adətən qapıcı işlərin pulları yüksək olur, çünki yaxşı bir yerdədir. Sonra tibb bacısı işləri var. Amma onu bilirəm ki, şey tələb edir, adı nədir? Sertifikasiya tələb edir. Sonra xəstə bağçı işləri var. Əslində 3 dənə yerdə tibb bacısı işi var. Sonra dərzi işi var. Onun biri idi, daha doğrusu o dərziyə keçmədən öncə. Onun birini bilirəm ki, kollecdə, daha doğrusu sertifikasiya tələb edir. Digər ikisini xatırlamıram, gərək baxamam. Dərzi işi var, Xırdalanda var. Ustabaşı işi var yoldaşlar. Sonra dayə işləri var, avtorəngsaz işi var. Sonra təcrübə proqramları var. Əgər aranızda mühasib olmaq istəyən varsa, Excel-i bilən varsa, baxın elə bir iş də var. Sonra təcrübəli dropshipping partner işi var. Azərbaycanda təcrübə proqramı var. Sonra çoban işi var yoldaşlar. Həmçinin inəyə də baxan, belə deyim, baxan iş də var. İnəyə baxan səfət ailə tələb edir, 850 manat verməlidir. Özü qeyd edim ki, bu 2 dənə çobanla inəyə baxan olan variantdakı işlər Bakıda Abşeron rayonu ərazisindədir. Biri bilirəm ki, Abşerondadır, o birisi isə elə deyəsən Bakının özündədir. Sonra cilalayıcı işi var. İşlər bunlardan ibarətdir. Həmçinin daha doğrusu yoldaşlar, hələ bir ikisi də var. Daha rahat işlər də var ki, demək olar ona əksər insanlar müraciət edə bilər. Onlardan biri misal üçün istehsalatda köməkçi işidir. Sonra canlı yayım aparatçısı işidir. Heç bir təcrübə tələb olunmayan, təcrübə tələb olunmayan qeydiyyatçı işidir. Sonra usta köməkçi işidir. Misal üçün, mebel sexindədir səfədir. Bəli, mebel sexindədir, amma 600 manat pul verir. Maksimumda 35 yaşa qədər olan şəxslər üçündür. Yəni, həm mebel sexində sizə, belə deyim, mebelliyi bağlı sənəti öyrədirsiniz, bir sənət sənəti olursunuz, həm bu pul qazanırsınız. Sonra gecə növbəsində çamaşırxana işçisi var, bu xanımlar üçündür. Bunlar hələ dünənin elanlarıdır. Bu və digər iş elanlarından tanış olmaq üçündür. Yəni, o bir günü ümumiyyətlə iş axtarışınızla bağlı dəstək istəyirsinizsə, videonun üzərində əlaqə vasitəsi qeyd olunubdur. Həmin əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.